Deməli, mərkəzi O nöqtəsində olan çevrə üzərində A nöqtəsindən çevrəyə AC toxunanı və AB vətər çəkilib. AB 68-dir. AB 68 isə buna biz deyirik mərkəzi bucaq. Mərkəzi bucaq ayırdığı qövsün dərəcəsindən eyni olur. Yəni bu 68 isə burada 68 olur qövs. Və keçirik növbəti qaydaya. Qaydada deyir ki, vətərlə toxunan arasında qalan bucaq ayrılan qövsün yarısıdır. Yəni misal üçün bura 68 isə yarısı 34 olur. Bir daha deyirəm, vətərlə toxunan arasında qalan bucaq ayrılan qövsün dərəcəsinin yarısı olur. Oldu? Hə. Bu qaydaları yadda saxlamaq lazımdır. 2. AD çevrənin toxunanında AB vətərin uzunluğu 12-dir. Bura 12 yazdıq. BAD 30 verir. Bura 30 yazdıq. Və sənə deyir, çevrənin radiusunu tap. Çevrənin radiusu, buradan bir dənə belə xət, buradan bir dənə belə xət. Bu 30-sa, bura nə qalır? 60 qalır. Niyə 60 qalır? Bir dənə mən sizə onu deyim. Deməli, belə bir qaydamız da var ki bizim. Oydu, bu nə idi? Bir dəqiqə səhv yerə gir. Hə. Belə bir qaydamız var ki, bəli, radiusla toxunan kəsişəndə həmişə 90 dərəcəli bucaq altında kəsişir. Yadınızda saxlayın. 30, 60. Bura nə qalır onda? Onu bilənmədik. İndi belə deyim. Bu 30-sa, bura bayaq dedim. Dedim ki, toxunanla vətər arasında qalan bucaq qövsün yarısıdır. Bura 60 qalmır. Bu 60-sa, mərkəzi bucaq da 60 düşür, burada 60 düşür. Yəni, bu olur bərabər tərəfli 12, 12, 12. Mən prosto görüntünü biraz pis çəkmişəm, amma mənə də qınamayın, yəni orada verdiyi nöqtələri birləşdirəndə biraz perpendikulyar oxşuyur. Düzü? Əslində, indi heç nə deməsəm də olar. Yəni bu daha balaca olmalıydı, o 60-lıq qısok. Belə 90 dərəcəni oxşuyur, məcbur birləşdirəndə ha fırlasam, elə görsənəcək. Bu bayaqki sualdan da ona görə baxmıram. Eyni qayda ilə yazırsınız. 4-ə baxaq. MAS 15 dərəcədir. MCA bucağını soruşur, buranı soruşur. İndi bax. Aysu buradan bir dənə xət çəkir. Bu çevrənin AO nədir? Radiusu. Bu radiusu, bu da radiusu. Radius olduğu üçün bu olur bərabər yanlı. 15 ise burada 15 qalır. Onda bura düşür 150. Qonşusu nə olur? 30. Bayaq nə dedim? Dedim radiusla toxunan kəsişəndə 90 qalır. 30, 90. Bura nə alınır? 60. Aydın da təkrar suallarda yazdıqca o qaydalar biraz başınıza oturacaq. İnşallah. ABS 50 dərəcədir. Bura. DAB-ni tapın deyir. Birincisi, bax, A-dan C-yə xətti birləşdirdik. Burada nəyin dərəcəsini bilirsiniz? 90 dərəcə. Yuxarı 90-dır, bəli. İndi 50, 90 bura nə düşür? Bu 40-sa qövs 80, burada 40. İndi belə olur. Adlarını deyək. Bu, daxilə çəkilmiş bucaq sayılır. Yəni, mərkəzdə deyil, daxilə çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucaq ayırdığı qövsün yarısıdır. Yəni, bura 40-sa, bura 80 düşür. Bayaq dediyimiz qaydaya əsasən də vətərlə toxunan arasında qalan bucaq bu 80-in yarısı olur, yəni 40 düşür. Fikrim çatdı? Mərkəzi bucaq, bir daha deyirəm. Bura 80 isə, burada 80-dir. Mərkəzi bucaq qövsünə eyni dərəcədə olur. Daxilə çəkilmiş bucaq, belə deyək, çevrənin digər tərəfinə söykənir. Bura görsən. Mərkəzi bucaqda amma mərkəzə söykənir. Detallı izah edirəm ki, sonra bəhanəviz qalmasın. ABD 130-dur. Bura 90-dır da, avtomatik baxan kimi. Niyə?
Çünki diametrlə 2 vətər kəsişdikdə 90 dərəcə uzaq qalır. O qayda niyə elədir? Niyə ora 90 qalır? Niyə bura 70 qalmır, 90 qalır? O saqqal tərəfə baxın. Buranın dərəcəsi nə qədərdir? 180'de o da 90. Bu 180 olduğu üçün yarısı 90 düşürəmişəm. Yəni daxilə çəkilmiş bucaq qaydasına görə qövsün yarısıdır. Bildiniz? Hə. Belə ABD-nin də 130 verdiyi üçün bura qalır 40 dərəcə ki, ikisi bir yerdə 130 eləsin. Yəni elə deyək ki, 40 soruşur. Aydındır. Belə. Mərkəzi O nöqtəsində olan çevrədə AB 4-dür, bura 4-dür. BS 8-dir. BS-nin 8 olması üçün bura 4 qalmalıdır. Getdi belə. Orada 90 niyə yazdım? Bayaq dediyim kimi diametr 2 vətərlə kəsikəndə belə olur. Bura neçə dərəcədir? 30. 30'un qarşısındakı kat hipotenuzun yarısıdır. Yəni 8'in yarısıdır 4. Bura 8 deyil. 30'un qarşısındakı kat hipotenuzun yarısıdır deyə. Bu da 60 qalır. Aydındır. Gördüyünüz kimi, mən sizə demişdim o vaxt ki, çevrədən çox 3 bucaq olur. 3 bucaq qaydalarını bilsəz, inşallah ki, problem yaşamayacaqsınız. Burada deyir, MP çevrənin diametri və MK vətəri radiusa bərabərdir. MK vətəri radiusa bərabərdirsə, onda bu da radius, bu da radius, bu da radius, bu da radius olur. Düzdür? Bu bizə nə verir? Burada bərabər tərəfli yaranır deyə 60, 60, 60 qalır. Bir də ki, bura neçə dərəcədir? 90, bəli. Çünki diametr 2 vətərlə kəsişib. Onda burada qalır 30. PK-nı soruşacaqsa ehtiyac yoxdur. Oldu. Asandır. Bəli. Əslində bir dənə atın görək. Cavab nə olar? Amma məntiqli atın. Qutardı. Hardan bildiniz? Köhnə 2 görəndə adam avtomatik ağlına gəlir ki, sinusun misal üçün 45 dərəcəsi köhnə 2 bölü 2-dir. Nə bilim, ümumiyyətlə yadınıza gəlirsə düz bucaqda A köhnə 2 olurdu. Köhnə 2 görəndə adamın ağlına elə birbaşa gəlir. Amma qayda nətərdir? Bir dənə qayda ilə yazaq yoxlayaq. Radiusu R olan çevrənin A nöqtəsindən uzunluğu R köhnə 2 olan AB vətəri və AC diametri çəkilib. Birinci həmişə diametri çəkin. AC diametri. Bir dənə AB vətəri. Bir dənə də xəttə bura çəkək. İndi 2 vətərlə bir diametr kəsikəndə bura düşür 90. Sənə deyir ki, R köhnə 2 olan AB vətəri. Yəni, məntiqlə götürəndə burada 2R deyil diametr. Onda 4R kvadratından köhnə 2R'in kvadratını çıxanda 2R kvadratı qalır. Onda kökə salınır, yenə R köhnə 2 alınır. Düz edim. Və buradan görürük ki, bura bərabər yanlı 3 bucağı imiş. 45-45 qalır. Təsvir üzərində də niyyəsini izah elədim ki, sonra inciməyəsiniz. 15 də bunun eynicisidir. Nədirsə, AB 9 da çıxacaq oradan. Bilirsiniz, ya 9 köhnə 3 falan olardı, ya da ki 9 çıxacaq. Başqa bir variant yoxdur. Gəl buna baxaq. Əsas çevrədə dediyim kimi, bucaq məsələsi. Bucağı bildiniz, qalanlarını qaydada əzbərib düzəlir. Bu 40-sa bura 40 deyil. Nəyə görə? Çünki bu mərkəzə söykənib.
Amma görürsən, bu çevrənin digər tərəfinə söykən. Bu 30-sa bura 60-dır. Olur şey, yox, 40 bölü 60. Düzə? Ay, sağ ol. 20-yə böləndə 2 bölü 3. Hə? Belə deyək də, bucaqla qövsün uzunluqları nisbəti eyni olur. Bir də ki, niyə eyni olur, onu da səbəbini izah edeyim. Sən normalda misal üçün də AMB qövsün uzunluğunu soruşanda nə edəsən? Yazasan pi r vur, tutaq ki, AMB-nin ölçüsü AMB nə idi? Yadından çıxdı. 40. Hə, bu 40-dır. Bölü 180. Bu da pi r vur 60 bölü 180 olur. Məsələ burasındadır ki, eyni çevrədən söhbət getdiyi üçün radiuslar eynidir. Pi beynəlxalq olaraq eynidir. Və qalan hamısı da eyni şey gəlir çıxır. Oldu? Buna baxaq. Deyir ki, AMB-nin BNC-yə nisbəti 3-2-yədir. Bura 60-dır, bura nə düşür? Yenə 60 düşür. AMB 3-2-yə deyil, bura 3K-dsa və bura 2K verilibsə, bura 40 düşür və bura 40-sa bura 20 qalır. Bildiniz uşaqlar? ABD 110'dur. Bilirik ki, bura 90'dır da, radiusundan toxundan kəsişəndə. Bu 90'dsa 110 olması üçün bura 20 qalır. Bir də bu radiusu, bu da radiusu deyə, oraya 20-sə burada 20 düşür. AB nə qalır? 140. Aydındır. Başqa sual da elə bilər. Cavab nədir? Düzdür da. 32-dirsə bura 64 qalır, qövs. Burada 64 olur, mərkəz bucaq olduğu üçün. Bildiniz uşaqlar? Eyni şeydir. Deyəsən, ha? Eynidir. Aha, gəldik növbəti qaydamıza. Qayda bundan ibarətdir ki, bir nöqtədən 2 dənə toxunan çıxırsa, toxunanların ölçüsü eynidir, bu bir. Bir də ki, həmin toxunanlar arasından mərkəzə xətt çəkilibsə, o tən bölən olur, bəli. OBA, belə deyək, 30-sa, bu da 30 çıxar. ABC nədir onda? Aydındır uşaqlar. Mərkəzi O nöqtəsində olan çevrədə AMB qövsünün dərəcə ölçüsü 46-dır. Bura 46-dır. Səndən ABC-ni soruşur. Bura. Nə edərsiniz? A-dan C-yə xətt çəkirsən. Bura 90 qalır, çünki diametrli 2 vətər kəsir. Hə, A-sə 46-dırsa bura 23 qalır. Burada 67 qalır. Aydındır. Amma belə bir şey də eləmək olardı. Bu diametr olduğu üçün bura 46-dırsa, 180-dən 46 çıxırsan 134 olur. 134-ün yarısı 67, belə də. Yəni iki tərəfi də deyirəm ki, biləsiniz. Oldu. Hara fırlasaz, cavab həmişə düz çıxacaq. Eyni sualdır. Gəl buna baxaq. Yeni bir qayda. Deyir AKS 80'dir. BND 120'dir. AMC'ni soruşur. Qayda nə idi? Bəlkə yadınızda ola. 120 çıx x bölü 2 bərabər. Topla. 120 üstə gəl x bölü 2 80'i verir.
Bax, bu qövsən həmişə, bu qövsü toplayıb yarıya böləndə həmişə aradakı qalır. O da olur 120 üstə gəlir x 160, x də olur 40. Aydındır? Bəs nə çıxırdı? O belə olanda olur. Belə. Misal üçün bu A-dır, bu B-dir. X tapmaq üçün A-dan B-ni çıxıb yarıya bölürdün. Arxadakı böyük qövsən, kiçik qövsü çıxanda. Oldu? Hə. Bu biraz maraqlı söhbətə oxşuyur. AC BD-yə bərabərdir. İndi uşaqlar, bunları qatmamaq üçün AC BD-yə bərabər bax. Bu BD-dir. Bu da AC-dir. İndi bizə deyir ki, bunlar bərabərdirlər. Əla. BDS 32-dir. BDS haradır ümumiyyətlə? BDS bura. Bu 32 olduğu üçün bu aralıq 64 qalır. Və AC ilə BD-nin bərabər olması üçün burada x, burada x düşür. AC vətər yox. AC vətər olaraq bilirsən necə? Mən sənə belə deyim də. Vətərlərin söyüşənliyi qövslərin dərəcəsi eyni olur. Yəni bax, BD vətəri BD vətəri bu deyil. BD vətəri ilə AC vətəri bərabərdirsə, onların ayırdıqları qövsün də dərəcəsi bərabər olur. Oldu? Ona görə də ortaq 64 olduğu üçün qıraqlar da x olmalıdır ki, x plus 64, x plus 64 olsun. İkisi də. İndi bizcə bir şey bildik ki, ümumi sol tərəf 180 dərəcədir. 180-ə 64 çıxanda 116, 116-nın yarısı 58 bura qalır, 58 də bura qalır ki, 180-ə tamamlasın. CAD-ni soruşur buranı. 58-in yarısı oldu. Baxın, nəsə bir başa düşmədiyiniz bir şey varsa deyək. AMD ilə ANC bərabərdir. DCO 20-dir. Bu 20-dir. BOC-ni soruşur. Bilirsən, bir dənə bir şey deyim sizə ümumiyyətlə. Əgər ki, AMD ilə ANC bərabərdirsə, bura hökmən 90 dərəcədir. Çünki mərkəzdən, baxın, bir dənə söz deyim sizə. Mərkəzdən əgər sən diametr çəkirsənsə və bunlar yarıya bölünürsə, demək düz ortasından keçib. Düz ortadan da, yəni belə deyək də, bu xəttdə biraz əyrilik yoxdur da. Ortadan keçmək üçün məcbur ki, nə olsun? Perpendikulyar olsun. Onda ora 120-90-dırsa bura 70-in qonşusu da 110 olur. Belə. Aydındır mı? Həm də ki, belə də götürəndə zaten necə deyim sizə, burada 20 qalacaqdı, bərabər olması üçün. Yenə hara fırlasan, gəri inçiyə çıxır, yenə 70-70 söhbətinə dirər. Düz deyirəm uşaqlar. Bu yanda da suallar. Nə qədər sualımız var ha? Vay vay. Bir günə gəlib uşaqlar yaz da bunu.
AOS bölü ABS 2 bölü 5'dir. AOS 2K, ABS 5K. İndi bu 2K'dsa bura nə qalır? 2K. Mərkəzi bucaqdır. Bu 5K'dsa bəs bu yana nə qalır? Buradan belə uşaqlar qalır 10K. Bildinizdə səbəbini? Bu çünki mərkəzdə deyil. Səsim batdı biraz. Option nə qədər oldu? 12K 360-sa K'mız 30 sonra BA10'u soruşur. Buranı. Hə. İndi biz nə qaracağıq? Gəlin ona baxaq. Buradan bir dənə xətt çəkək. 2K olur. K'nı 30 tapdığımız üçün 2 vur 30. 60. İkisi də radius olduğu üçün 180, 60 çıxırsan 120. 60, 60 qalır bura. Buna nə qədər oldu uşaqlar? 150 dərəcə. Burada da 15, 15 qalır. Deyəcəksiniz ki, müəllim, hardan bildik ki, bunlar bərabər yanlıdır? Yuxarını başa düşdük radiusu. AB bərabər BS verib şərtdə. Görmüşdünüz? Bildiniz uşaqlar? Gözəl sualdır. Bura 80 dərəcə verilib. Bu 60 dərəcə verilib. 80 ilə 60, 140. Onu bura nə qalır? 40 dərəcə. İndi bir dənə yeni bir qayda deyək. Bəli, bu ikisinin dərəcəsi həmişə bir-birinin 180 tamamlayır. Bura 40-sa, bura həmişə 140 qalır. Bu 140-sa, yarısı aydındır. Böyük görsəndiyinə ya qarşı görsəndiyinə baxmayın. Çox şey verilibsə, deməli, çox da ipucu var. Hə? Başa düşmədim. Həmişə uşaqlara deyirəm ki, sualda az şərt varsa, ondan qorxun. Çünki o boyda trigonometri işləmişdi uşaqlarla. Orada sual var idi, nəsə sin 18 vur cos 54 idi, nəsə belə bir sual var idi. Uşaqlar tap-batara böyük sualların hamısını yazırdılar. Bir dənə orada gəlib qalırdılar həmişə. Sin 18 vur cos 54 idi, nə idi, elə bir sual var idi. 2 qat argumentdə. Hə, yazmışdıq. Vurursan, açırsan, vurursan, bölürsən, vurursan, bölürsən. Hə. Ona görə deyirəm, balaca olanlardan qorxmaq lazım. Çevrə 5, 6, 7 nisbətində 3 hissəyə bölünüb və bölgü nöqtələrindən toxunanlar çəkilib. Alınan üçbucağın ən kiçik bucağı. Toxunanlar çəkilibsə, onda çevrənin elə bir xaricinə bir dənə üçbucaq çəkək. Niyəsini başa düşəcəksiniz inşallah. Çünki elə toxunanlar bunlardır. Biraz yaxşı çəkə bilmirəm. Bunlar oldu toxunanlar. 5, 6, 7 nisbətində bölüb də bunlara. 5, 6, 7 nisbətində bölübsə, onda belə deyək. 5K, 6K, 7K, 360, 18K bərabər 360, K da bərabər 20, 20 yox, 30, yox da 20. Hə. Onda 5 vur 20, 100, 6 vur 20, 120, 7 vur 20, 140 olur. Bizə deyir, ən kiçik bucağı tapaq da. Bu 120-dirsə bura 60, bu 140-dirsə bura 40, bu da 100-dirsə bu da 80 qalır. Ən kiçik bucaq 40 olur.
Bayaq dediyimiz qaydada cəmi 180 eləməlidir. Oldu belə. Hə. Deyir ki, KB toxunandır. AC vətərinin 10 olduğunu bilərək KBS buzağının BA tənböləninin uzunluğunu tapın. BA tənbölən olduğu üçün buranı alfa bölür. İndi bayaq mən sizə dedim ki, bura nədirsə qövs nə olur? Misal üçün, bura alfadır. Bura 2 alfa qalmır uşaqlar. Vətərlə toxunan arasında qalan bucaq qövsün yarısıydı. Bu da 2 alfa-sı bura nə qalır? Alfa. Alfaya baxan 10'dursa, bu alfaya baxan da onsuz sualda başqa şey keçmədiyi üçün avtomatik 10 götürmək daha mənfiqdir. Başa düşməli? ABC 80'dir. AB ilə AC bərabərdir. Onda burada 80 düşürmü? Bərabər yanlılığa. DBS-ni soruşur buranı. 80. Bura 20 qalır. 20 isə bura 40 qalır. Burada 20 qalır. Bildiniz? Buna baxaq. Uzunluğu 10 olan vətər çevrədən 90 dərəcəli bucaq ayırır. Çevrədən 90 dərəcəli bucaq ayırır. Çevrənin mərkəzindən bu vətərə qədər məsafəni tapın. Çevrənin mərkəzindən vətərə qədər məsafə. Bura 10'sa bura 5 qalırmı? Deyəcəksiniz ki, müəllim hardan bildi ki, hündürlüyü orada yarıya böldü. Oradan bildi ki, radiusları birləşdirsək, bu olur bərabər yanlı. Bərabər yanlıda hündürlük nədir? Median və tənböləndir. Ora 90'sa, burada 90 düşür, mərkəz bucaq. O da 45 qalır, çünki həm də tənböləndir dedik. 45, 90, 45. Bura 5'dirsə, onda burada nə olur? 5 qalır. Ümumiyyətlə, onu da düz deyirsən, bəli. Hipotenuz hündürlüyü, yox, neydə? Median hipotenuzun yarısıydı. Elə də yaza bilərdik. Düzdürmü? Bəli. Bu da getdi öz işinə. MB 6'dır. MBA 45'dir. Bizə nə deyir? A nöqtəsindən B-nin düz xəttinə qədər məsafə nə idi? Hündürlük. Afərin sizə. 45, 90, burada 45 qalırmı? Onda 45'ə baxan 6'dır, bu 45'ə baxan da 6'dır. Məsafə sözü ümumiyyətlə hündürlük deməkdir. Yaxşı. Qırx bir. Deməli, uşaqlar, burada bura 180 dərəcə olsa, 180'i 3'dən bərabər hissəyə bölsən, 60 dərəcə qalır. Arxa isə 180 dərəcədir.
BAC-ni tapmaq üçün 180-dən 60 çıxırsan 120 yarısı 60 qalır. Bayaq nə dedik? Dedik ki, arxadakı böyük qövsdən, həmişə orada nəyə diqqət edin, mən sizə deyim, gözünüz qarışmasın, bax. O 2 dənə kəsən gəldi də, düzdürmü? Kəsən bir, bu arxada böyük qövs ayırır 180. Burada görsən, kiçik qövs ayırıb 60. Bunlar çıxırsınız. Gözünüz qarışmasın. Kəsdiyi və toxunduğu uc nöqtələrdən çıxırsınız. Bu heç eyni sualdır. 43. Bu nə işarə edir? Hə. İndi BP'də 40-dır. Bura. IMC 60-dır. Burada X-dir. Bayaq nə dedik? Dedik ki, arxadakı böyük qövsdən X-dən çıxacaq kiçik qövsü 60-a, böləcək 2-yə və 40 alacaq. X çıxı 60 əgər ki 80-dirsə, X 140. Oldu? Radiusa bərabər olan vətərin uzlarından çevrəyə çəkilmiş toxunanlar arasındakı böyük uzaq sizcə neçə olar? Səhvdir. Radiusa bərabər vətər olanda, bəli, cavab 120-dir. Ümumiyyətlə, radiusa bərabər vətər deyəndə, belə bir şey çəkirsən, radiusa bərabər vətər. Üstüdə radius olur. Hə, hər biri 60 qalır. Onda burada 60 qalmır. İndi bura 60-dırsa bizə nə deyir? Toxunanlar arasındakı böyük bucağı soruşur. Bura 60-dırsa necə baş verir? Mən sizə o hadisəni göstərmək istəyirəm. Biraz tam ürəyimizə göstərə bilməyəcəm, amma. Ora 60-dırsa, o qövs. Bura nə qalır? 120. Bax, bura 60-dır. O da 120 qalmalı. Biraz şəkil oxşamır. Bayaq nə demişdik? Bunun cəmi 180 bundan bundan. Bildiniz? Bəs sorsalar ki, arasında qalan kiçik uzaq nədir? 60. Hardan bildik? Qonşusu 60-dır. Çevrənin bir nöqtəsindən hər birinin uzunluğu 4 olan qarşılıqlı perpendikulyar 2 vətər çəkilib. Bu çevrənin radiusunun uzunluğunu tapın. Bunu uzunluğu 4 olan belə eləyək. Qarşılıqlı perpendikulyar demir, uşaqlar. Qarşılıqlı perpendikulyar vətərlər bunlardır, tutaq ki. Bu ikisi. İkisinin uzunluğu nədir? 4-dür. Onda diametr burada olur 4/2. A/2. Burada onda 2/2, 2/2 qalır. O radius. Aydındır. Zaten vətərlər perpendikulyardırsa, demək birləşəndə diametr əmələ gətirir. %49'da görüntü biraz çətindir. Çevrə xaricində götürülmüş nöqtədən bu çevrəyə çəkilmiş toxunanların toxunma nöqtələri çevrəni 1,8 nisbətində bölür. Yəni K-dır, bir də 8K-dır, olur 180, yox 360 bağışlayın, çevrəni bölür. 9K 360'dır, K da nədir? 40 deməli, 40 ilə 320'dir. Toxunanlar arasındakı bucağı tap.
Belə çəkdik. Bura 40, bura 320 değil mi? Toxunan olduğu için bura nə qalır? 140. Hə? Əslində belə bir şeylə tapma olur. 320-dən 40 çıxırsan 280 yarısı. Oldu. A bənd. 50-ci suala baxaq uşaqlar. COD 80 verilib. Bura. BAS-ni 10 verib. YOD-ni soruşur. Bura. Bir şey deyək ki, bu ikisi də radiyası olduğu üçün bərabər yanlıdır. 180-dən 80 çıxanda 50 bura, 50 də bura. 50-nin qonşusu 130, 10, 140. Ona bura nə qalır? 40. Aydındırmı uşaqlar? Qəliz heç nə yoxdur. TAB-ni 70 verib. Bax, bu qəşəng sualdır. TAB 70 verilib. BTA-nı soruşur. Bura tutaq ki, alfadır. Ona burada alfa düşmür. Bərabər yanıldı axı. Bura alfadırsa, bu neçə olur? Bu alfadırsa. 2 alfa düşür bura. Bu 70-dirsə bura. Arxadakı böyük qövsdən 140-dan kiçik qövsü çıxıb yarıya bölsək, arada qalan bucaq alınır, alfa alınır. Yarıya böləndə bura 70 çıx alfa. Alfa olur. 2 alfa 70 olur. Alfa da 35 olur. 35, 70, 105. Onda bura nə qalır? Aydındır uşaqlar. Məncə qəliz heç nə yoxdur. Eyni sualdır, baxmırıq, 53-ə baxarıq. Bu mərkəzli çevrəyə toxunanlar çəkilib, MOA, MAO-dan 10 böyükdür. Onda tutaq ki, bura yazaq, X, burada yazaq 10 dərəcə böyükdür axı. X plus 10. MB-ni soruşur. İndi MOA X plus 10. Bura. MAO X. Burada 90 orada, radiusundan toxunan kəsişəndə. Bu ikisinin 90 olması üçün bura 50, bura 40 qalmalıdır. İndi əslində yazmalıyıq ki, X plus 10, 90, 2X 80, X 40. Belə. Bura qədər problem yoxdur. Bura 50-dirsə, burada 50-dir. Qovsonda nə qədər olur? 50, 50, 100. Mərkəz bucaq olur 100 dərəcə. Bu 100 isə yarısı da aydındır uşaqlar. Çox gözəl suallardır. Eyni sualdır. Buna baxaq. Bu çətin sualdır. Digərlərinə baxanda. OK 6 verilib. AK-nı soruşur. IMC-ni 30 verib. DMB-ni 90 verib. Əslində bura 60 qalırmı? Ya da burada 60 qalır da uşaqlar. Çünki 90 üstə 30 gəlib yarıya böləndə bunlar qalır. Biz buranı birləşdirsək əgər, bu 90 qalır. Burada 30 qalır. 30-un qarşısı 6-dırsa bura 12 olur. Buraya görə problemimiz yoxdur uşaqlar. Bu 90 olduğu üçün, burada 90 qalır, mərkəz bucaq. Buradan da davam edə bilərəm əslində. Prosta
Mən belə uyğun görürəm ki, buranı bir dənə uzadaq, buranı bir dənə birləşdirək. Bura neçə qalır? 90. Niyə? Çünki, bəli, bu diametrdir. 2 vətərlə kəsəndə bura 90 qalır. İndi bir dənə də söhbət eləyəsinə. 30-un qabağı 6-dır. Hipotenuz 12-dir. Burada 6 köhdü 3 qalır 60-ın qabağı. Aha. İndi radius 6 köhdü 3-dürsə, burada 6 köhdü 3-dür. 30-un qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni 12 köhdü 3 deyil bura. Yarısı düşür. Aha. Orada da 30, 90, bura 60 qaldı. 60-ın qarşısı 6 köhdüsün köhdüsü asilidir. 6 köhdüsü köhdüsə buranda 18. Buradan bura 12 olduğu üçün bura 6 qalır. Görürsünüz necə asandır. Elə. Silirəm uşaqlar. B'də 6 verilib. Bizə nə deyir? Toxma nöqtə arasında məsafə 12-dir də. Bura baxın uşaqlar. Bir nöqtədən çıxan ki toxmanın ölçüsü eyni deyil. B'də 6-dırsa, AD də 6-dır. B'də 6-dırsa, DC də 6-dır. AC oldu 12. Fikrim çatdı? Belə. Asan suallardır. SB-nin 75 dərəcədir. Çevrə daxilinə çəkilmiş ABS uzağının B təpəsindən AC tərəfinə paralel MN toxunan çəkilib. Paralel olduğu üçün bura 75 isə burada 75 daxili çarpaz. Bura nə qalır? Aysa 150. Toxunanla vətər arasına qalan bucaq qövsün yarısıdır. O 150-dirsə bura nə qalır? Sən nə soruşur? AMC qövsün dərəcə ölçü. 75, 75, 150, bura 30 qalır. 30-sa bura 60-dır. Oldu? Belə. Keçək bu bir səhvə. Mərkəzi olan çevrədə CD vətəri AB diametrinə paraleldir. CD-ni 5 verib. DNB 60-dır. Nəyi soruşur? AB-ni soruşur. Ora 60-dırsa burada 60-dır. Xəttlər paralel verildiyi üçün sağ tərəfi 60-dırsa sol tərəfdə 60-dır. 60, 60, 120-dirsə burada 60-dır, 180 olmazsın. Orada 60-dırsa buradan xətti birləşdirəndə burada 60 qalır və burada 60 qalır. Hamısı 60 olduğu üçün bütün tərəflərin hamısı bərabər olur. Yəni AB 5-dirsə, yox, CD 5-dirsə, onda burada 5-dir, burada 5-dir. Çünki bərabər yanlıdır və radiusdur. 60-dırsa burada 60, 60 qalır. Radius 5 olduğu üçün 5 bura, 5 bura qalır. Yəni 10 olur cavab. AB-nin oxşu uzunluğu. Düz edim. Burada AB AC-ni kəsən verib. Biz ancaq bucaqlara baxaq. OCD-ni 50 verib. BNC-ni 60 verib. Bu 60-sa bura 30-dur. Son
Bir dənə söhbət edeyim sizinlə. Bu ikisi də radisi olduğu üçün bərabər yanlıdır. Yəni bura 50-dirsə burada 50-dir mi? Hara 60? Nə yazmışam? 60 yazmışam. Görmürsünüz. 50, 50, 100. Bura nə qalır? 80. Bura opşu oldu 140. Onu bura nə qalır? 40. Bu 50-dirsə qonşusu 130, 40, 170. Bura 10 qalır ki, 180 olur. İşğal edəcək. Davam edirik. 62'ye baxaq uşaqlar. Bircə dəqiqə bunu bir dənə düzəldim. Bu 62'dir. Nəysə, o C-ni görməsəz də olar. Görsün benim. Ha, gülməyin deyən. Emren dedikçe tahrik edin. Hadi. Kompüterin ağzı əyildi. 67 uşaqlar. Hadi bu yana. AOS 160'dır. ABS-ni soruşur bura. İndi bir dənə söz deyim. Orada 160-sa, bu hissə nədir? Qövs. 160. Saqqal hissəsi də qalır 202, opşu 360'ı versin. 200-sə, yarısı 100. Aydındır. Asan da öyle. Bəli, müəlliminiz kəllədir. İmtahan sual gəlir. Asan uşaqlar bu. Deməli, bu 16-dırsa 32 olur. Beta 20-dirsə 40 olur. AMB 130-sa 72'dən 130'dan 72 çıxanda 58'in də yarısı deyəm bir dəqiqə. Bu 65 çox çətin sualdır. Bir də yadınızda saxlayın. ABO 60'dır. ACO o kitablar qabancıdır. Hə, oradan şərtləri oxuyarsınızsa. Nömrə neçədir bu? 65. Aha. 65. Bir şey. Yorulmuşuq. Hə. Nəyi verib şərtdə? AB 60. Aha, bir 60 sonra. AC 30. AC 30. Bura. OMC istəyir. AMC-ni soruşur. OMC. OMC. Bura. Bəli. 90 oxşuyur. Deməli, belə deyək. Buradan bir dənə xətt bir uzadaq. Buradan bir dənə xətt bir yana uzadaq. Bu 60 olduğu üçün bu hissədəki bütün bucaq 120'dir. Bu 30 olduğu üçün bunun ayırdığı hissədə bura 60'dır. Bura 60 olduğu üçün burada 60 qarşı opşu 120 olsun. Mərkəzi bucaq olduğu üçün burada 60 qalır. Qarşısı da 60'dır. Onda bura nə qalır? Deyirəm də 90 dərəcə. Bu da belə getdi. 67'ye baxırıq. ABS nöqtələri mərkəzi O olan çevrə üzərindədir. ABS 30-sa digər şeyləri tapmır. Hə. Bir dənə buradan 30 dərəcəlik ABS çəkirik. AOS
AOS nədir? 27-dir. Ora 30-sa bura 60-dır. Onda burada 60-dır. İkisi də radius olduğu üçün 60, 60, 60-dır. Onda 27-dirsə perimetr. Radiusumuz 9-dur. Aydın.